Hər kəsə salam. Ənənəmə sadiq qalaraq 2026-cı ilin ilk kitablarını sizinlə paylaşmaq istəyirəm. Yəni oxuduğum kitabları aprel ayından, yanvar ayından aprel ayına qədər olan oxunan kitablardır. Bir sözlə kitabların hər birini çox bəyənirəm. Çünki hər biri ilə vaxt keçirtmişəm, hər biri ilə öz duyğularımı, hisslərimi paylaşmışam və hər səhifədə də mənim öz xatirələrim yatır. Ona görə də kitablar mənim üçün həqiqətən də dünyanın ən gözəl hissləri deyərdim, dəyərliləri deyərdim. Bilmirəm sizlər necə kitablara qarşı necə. Yəqin ki, bu kitab videosuna baxanlar mənə kimi kitab sevənlər olacaq. Yəni ümid edirəm ki, bu videom kitab sevərlərin qarşısına çıxar. İlk öncə Rövşən Abdullaoğlunun Mən yeməli deyiləm kitabından başlamaq istəyirəm. Bu kitab çox maraqlı idi. Afrikanın elə bil ki, cəngəlliyindən gedib düşmüşdün. Sanki elə bil ki, Mauqlinin bir həyatını oxuyurdun, amma əlbəttə ki, ondan uzaq idi və orada da belə bir Mauqli kimi bir dostu var idi oğlanın. Düzü kitabı biraz oxuyub unutmuşam deyənəm, çünki normal haldır. Baxım görüm ay neçəsi oxumuşdum bu kitabı. Deyəsən səhv eləmirəmsə, bunu yanvarda oxumuşam. Yox, 1 apreldə oxumuşam, bir 3-4 ayın kitabıdır. Nəsə yadımda çox az qalmayıb, amma bilirəm ki, çox maraqlı idi. Hətta düşünürəm ki, bunu tək böyüklər yox, uşaqlar belə oxuya bilərlər. Hətta belə deyərdim ki, imzalıdır. İmzalı kitabları çünki ayrıca sevirəm. İndi isə keçid edirəm Çingiz Abdullayevin Mən Şərq küləyi kitabına. Bu kitab da həqiqətən çox maraqlıdır. Şərqin küləyinin, şərqin atmosferini yaradırdı bu kitabda. Hətta dronqa belə var idi. Kitab isə imzalıdır. İndi isə keçid edirəm Fyodor Dostoyevskinin Nalayiq Lətifə kitabına. Mən Dostoyevskinin kitablarını çox bəyənirəm. Bu kitabı da çox bəyəndim. Mini klassikadır, amma tərcümə baxımından nədənsə sevmədim. Siz əgər bu kitabın adında olan bir kitab başqa bir nəşriyyatda görsəz, mütləq alıb oxuyun. Həqiqətən də oxunası bir kitablardır. İndi isə keçid edirəm Çingiz Abdullayevin Məntiq qaydaları kitabına. Həyatda həqiqətən də bəzən məntiqimizi işə salmalıyıq ki, həyatın daha da məqsədini tuta bilək və əsasən də yaşaya bilək. Burada söhbət elə ondan idi. İnsan həqiqətən də bəzən məntiqlə davranmalıdır. Bu kitabı həqiqətən fərqli bir epizodda çox bəyəndim. Doğrudan da oxunası bir kitabı idi. Çingiz Abdullayev favdır, fav. Mənim fav yazarım. İndi isə keçid edirəm hamının tanıdığı, bütün oxucuların tanıdığı olan Wolf Dore'nun kitabına Oyunbaz. Bu kitabı oxuyarkən həqiqətən də çox belə dərindən sarsılmadım, amma həqiqətən də o biri kitablara qədər var, amma bu kitabı yenidən oxumaq istəyərəm. Sadəcə hal-hazırda kənarda oxumamış kitablarım çoxdur, onları oxuyandan sonra bu kitabı tezdən yenə də qayıdacağam. Kitab da imzalıdır, çünki noyabr ayında Libraf tərəfindən Bakıya təşrif olunmuşdu, görüşə baş tutmuşdu. İndi isə keçid edirəm Azərbaycanın yerli yazarı olan Hüseyn Naqilinin kitabına. Səhv eləmirəmsə Hüseyn bəyin ilk kitabıdır. Bu kitabı da doğrudan da bəyəndim. İlklərdə çox sıxıcı gedirdi, oxuya bilmirdim. Düşünürdüm görürsən kitab elə belə gedəcək. Yox, axırda gördüm yox, tamam başqa mövzular çıxdı. Yəni demək ki, detektiv janrda olan bir kitab idi. Yəni yerli yazardan belə bir möhtəşəm bir kitab olmağına çox şad oldum. Hətta müzakirəsi belə də olmuşdu. İndi isə keçid edirəm Moskvanın yazarı olardı deyərdim. Asya Lavrinovich'in kitabına Zagaday Lyubov. Ali Vənin ona təşrif buyurmuşdu. İmza və görüş olmuşdu və mən də gedib kitabı alıb imzalatdırmışdım və sonra isə oxumuşdum. Arxada hətta bir kitabı da orada var. Bu kitabın filmi də var. Kitabda romantik və həyatdan belə maraqlı hadisələr var. Daha çox məktəb illəri və orta yaşlı deyərdim. Amma çox bəyəndim həqiqətən də. Çox belə maraqlıdır. Yəni yenidən oxuyub yenidən filmini izləmək istəyərdim.
Rex Kingin məndə Pozitiv Düşün, Pozitiv Yaşa kitabı var idi. Onu oxumuşdum, çox bəyənmişdim. Ona görə də Ali Velino Kitab Klubunun müzakirə kitabı seçiləndə də getdim bu kitabı aldım. Sevgiyə daha yaxın. Həqiqətən də bəyəndim. Doğrudan da sevginin bütün hisslərini burada yazıb, yəni oxumağa dəyər kitabdır. İndi isə keçid edirəm mənim ən sevdiyim yazarlardan olan Dostoyevskinin kitabına Cinayət və Cəza. Mən Dostoyevskinin Teas Pressdən olan seriyalarını, bir seriyasını alıb oxumuşam. Arxada görürsünüz. Hətta linklər qoyacağam. Oradan da girib baxa bilərsiniz. Bir sözlə o kitabı da çox bəyənmişdim. Alçaldılmış, təhqir edilmiş insanlar. Bu da Cinayət və Cəzadır. Bunu da həqiqətən çox bəyəndim. Yəni bu dərəcədə gözləmirdim həqiqətən də. Düzdür, bütün mart ayı boyunca oxudum. Çünki qalındır deyənə. Bəlkə siz 3-4 gün ərzində də oxuya bilərsiniz, amma məndə işlərimlə bağlı biraz uzun getdi kitab. Amma doğrudan da həyat dərsi verən kitabdır. Yəni çox bəyəndim doğrudan. Müzakirədə açıq bir kitabdır. İndi isə keçid edirəm Asiya Şıxlının yerli yazarımız olan Paralel Dünyada kitabına. Kitab çox maraqlıdır. Kitabda o qədər belə şirin-şirin şəkillər var ki, hətta müəllifin özünün belə əl işləridir. Və bu belə bir kitab Azərbaycanda yerli müəllifdən olmağına çox şadam. Hətta gördüyünüz kimi də imzalıdır. İmzalı kitablar mənim üçün ayrı bir yerdədir. Mən bu kitabın birinci hissəsini oxumuşam. Bu ikinci hissədir. 3 və 4 hələ çıxmayıb. Amma qəşəng kitabdır. Hətta düşünürəm ki, 3-cü hissə çıxanda 1, 2, 3 ardından təkrar oxumaq istəyirəm bu kitabı. Hətta çox keyfiyyətlidir. İndi isə Orhan Pamukun kitabına keçmək istəyirəm. Məsumiyyət Muzeyi. Bu kitab həqiqətən də çox maraqlı kitabdır. Sanki bir türk filmi izləyirsən, köhnə bir türk filmi. Hətta bunun maraqlı olmasının səbəbi isə Məsumiyyət Muzeyinin hal-hazırda Türkiyədə də mövcud olmağı və insanların ora axışı da var. Və bu illəri, yoxsa keçən illəri bunun filmi də çəkildi. Filmdə olaraq, düzdür filminə baxmamışam. Çünki düşünürəm ki, kitabı oxuyub artıq özümdə xəyalən qurmuşam və özüm senaristi olmuşam deyənə filminə baxmadım. Kitabla kifayətləndim, amma bəyəndim həqiqətən də. İndi isə keçid edirəm yanvar ayının 1-dən 21-nə qədər oxuduğum Həyatını 21 günə dəyiş Louisa Hay'in kitabına. Bu kitabı da doğrudan da bəyənmişdim. 21 gündə həyatımı dəyişib dəyişməməyimi bilə bilmirəm, amma həqiqətən çox motivasiya vermişdi bu kitab mənə. Və sizə tövsiyə edirəm ki, hər ayın 1-dən 21-nə qədər kitab oxumaq istəsəniz bu kitabı mütləq öz həyatınıza daxil eləyin. Son 2 ədəd kitab qalıb. Axırdan ikinci kitab Koramal, Rövşən Abdullaoğlu. Kitab hətta imzalıdır deyərdim. Və bunu mütləq göstərməliyəm əlbəttə ki. Koramalda müharibə dövründən bəhs edir bu kitab. Mən Koramalın ilan adı olmağını bilmirdim və bu kitab vasitəsilə bilmişəm. Və düşünürəm ki, bu kitabı müharibəni hiss eləmək istəyənlər oxuya bilərlər. Doğrudan çox təsirli bir kitabdır deyərdim. Yəni oxuyub həqiqətən çox ağlamışdım. Və sonuncu kitab Məmməd Əmin Rəsulzadənin kitabı Qafqaz Xatirələri. Məmməd Əmin Rəsulzadənin Azərbaycan üçün elədiyi bütün, necə deyim, yaxşılıqlarına deyim, hətta özünü belə qurban verirdi ki, Azərbaycan bircə müstəqil olsun. Bu kitab doğrudan da çox bəyənmişdim. Bu kitabda o qədər belə tarixi hadisələr var ki, düzdür, hər şey açıb aşkar demək olmur, yazmaq olmur. Amma siz elə birinci, ikinci cümlədən başa düşəcəksiniz ki, Məmməd Əmin Rəsulzadənin dövründə Azərbaycanı xilas etmək üçün, müstəqilliyi yaratmaq üçün nə qədər əziyyət çəkdiyini özünüz görəcəksiniz. Xan Nəşriyatıdır, çox bəyəndim həqiqətən də. Təbrik edirəm ki, Xan Nəşriyyatının belə kitabları var. Çünki arxada bütün bizim şairlər, bütün bizim yazıçılarımız, hamısı burada qəhrəmanlarımız var. Ona görə də
bu kitabları mütləq alıb oxumağı sizə tövsiyə eləyirəm. Bu qədər. Mənim yanvar ayından aprel ayına qədər oxuduğum kitablar bunlar idi. Əgər həqiqətən də bəyənirsinizsə mənim bu paylaşımlarını, bəyənməsəz də problem deyil. Zaten olsa yenə də paylaşacağam. Çünki bunlar mənim öz YouTube kanalım olduğuna görə mən bunları daim telefonumda saxlaya bilmirəm, amma bu YouTube açmışam ki, orada saxlayım və orada hər zaman qalsın. Özüm o kitablar haqqında məlumat toplamaq istəyəndə özüm öz videolarıma baxıram və yadıma salıram. Bir sözlə belə. Hələlik sona qədər baxıb like etsə çox şad olaram. Baxmayanlar da heç nə daxil olmasın səhifəyə. Hələlik.